Evet, çox gözəl təbii ki, bu fikirləri də, bu belə deyək, məqamları da elə sizdən öyrənmək bizi daha da mutlu eləyir və xüsusilə o türk toplumunun bu qədər bir arada olması elə Bursa şəhəri kimi bir nümunə digər şəhərlərdə, digər ölkələrdə, başqa türk dövlətlərində daha da inkişaf etdiriləcəksə, bu bizim gələcəyimizin, gəncliyimizin daha da qüvvətlənməsi, dövlətlərimizin daha da qüdrətlənməsi deməkdir. Bu baxımdan çox mühümdür və xüsusilə istərdim ki, elə görülən bu qədər işlər və fəaliyyətlər varkən dərsliklər, metodik vəsaitlər Azərbaycan və Türkiyənin, digər türk toplumlarının bir araya gələcəyi bir dövrdə, necə ki bu istiqamətdə fəaliyyətləriniz var. Dərsliklərdə o ortaq tarix, ortaq mədəniyyət, ortaq kültür, ənənələr necə şəkildə, hansı formada öz əksini tapır? Yəni bu mühit olaraq Türkiyədir, Türkiyə ərazisidir, Azərbaycandadır, fərq etmir, amma ortaq dəyərlərimiz var, ortaq xüsusiyyətlərimiz var. Bəzən elə tarixçilərimiz olur ki, tarixdə xoşagəlməz müəyyən məqamları gəncliyin belinə aşılayırlar və o negativ hallara gətirib çıxarır. Amma biz onları unutmalıyıq, tariximizdə ortaq, müsbət və pozitiv məqamlara daha çox fokuslanmalıyıq. Elə bu baxımdan Türk Dövlətləri Təşkilatı daxilində də ortaq coğrafiyanın, ortaq tarixin, ortaq əlifbanın yaradılması ilə bağlı mühüm liderlər səviyyəsində qəbul olunmuş qərarlar var. Azərbaycanda da yeri gəlmişkən bu işlər artıq başlayıb və ortaq vəsaitlər yaradılır. Türkiyədə, konkret elə Bursada sizin dərnəyinizdə bu baxımdan nə kimi işlər görülür və görülə bilər? Öncelikle biraz da şeyden bahsetmek istiyorum, özür dilerim. Biraz daha sorunun gerisine gitmek istiyorum. Şimdi Bursa çok kadim bir şehir. Osmanlı'yı başkentlik yapmış bir şehir. Sanayi alanında, birçok alanda çok büyük bir şehir. O yüzden nüfus orada Azerbaycanlarla birlikte diğer Türk soydaşlarımız da çok nüfus olarak fazla. Bu şehrin bütün imkanlarını ve o ülkenin bütün imkanlarını doğru bir şekilde yararlanarak bu öğrencilerimiz kendi ülkelerine gidince aslında bunları taşımış olacaklar. Evet, tarih boyunca bize birçok şeyler yanlış öğretilmiş olabilir. Ben kendim de gençliğimde öğrendiğim birçok tarihsel şeyi yetişkin çağında sorguladım ve nihayet ki doğrusunu öğrendim. Bir eğitimci olarak ve bu dernek başkan temsilcisi olarak öğrencilerimize, çocuklarımıza, gençlerimize ve bizi aslında takip eden diğer kişilere de tarihi en doğru şekilde, kültürümüzü en doğru şekilde aktarmak en büyük ve ilk vazifemiz. Biz bunları devletlerimizin, Türk devletlerimizin önemli günlerinde ortak programlar yaparak tanıtmaya çalışıyoruz. Önce biz kendimiz içimizde bir birlik içerisindeyiz. Bir programı yaptığımız zaman tüm Türk soydaşlarımızla aynı adımı beraber atıyoruz. Beraber o programın içeriğini oluşturuyoruz. Böyle biz birlik olduğumuz zaman zaten karşıya doğru bir şekilde aktarım oluyor. Evet.